Deməli belə, bugünkü qonaqlarımızdan biri BMW fondu, biri C30 idi. Bu BMW C30'u biz bugün deməli bir neçə işlərini gördük. Antifriz problemi var idi, avtomobildə antifriz axıtması var idi və bundan əlavə olaraq avtomobil sahibi bildirdi ki, həm bu problemi nəzərə yetirək ki, avtomobildə olan problemi aradan qaldıraq, həm də bundan əlavə olaraq biz avtomobili check-up elədik, yoxlanış elədik ki, avtomobildə başqa problemlər var. Digər problemləri də aşkar elədik, avtomobil sahibinə WhatsApp vasitəsilə göndərdik ki, bu hissələrdə problem var. Və OK verdikdən sonra başladıq, səhər başladıq, artıq saat neçədir? Saat artıq 11-ə işləyir. Bu gün qutardıq inşallah ki, bütün ehtiyat hissələrində orijinalla olmaq şərti ilə dəyişdik və gələn ehtiyat hissələrində çıxan vəziyyətini də ilkin və sonraki vəziyyətin hamısını avtomobil sahibinə bildirdik və avtomobil sahibi də gəldi. Axırda ki, nəhayət ki, inşallah ki, təhvil verəcəyik. Bu xəstəmizi palataya yerləşdirdik, yəni artıq demək olar ki, yola salmağa hazırdır. Bir dənə qalıb bu ki, bu da reanimasiyadadır və vəziyyəti komada vəziyyətindədir. Orta ağırdır. İnşallah ki, çalışacağıq da bunu da düzəldək. Bu da 3 motor N55 mühərrikdir, 2013 modeldir. Bunda həm valvatronik, həm beyin, həm də ki, vanus problemləri var ki, inşallah onlardan qaldırıb müştərini yola salacağıq. Kim ki, avtomobildə çəkim problemi var, ümumiyyətlə avtomobildə hər hansı bir problem var, əsasında BMW üzrə bizim servis seçib yaxınlaşa bilərlər. Təşəkkürlər, izləməyə qalın.